Ərinin xəyanətini tutmusan, bu zaman edə biləcəyin ən böyük səhv, hansı ki çox bu səhvi edirlər, ərinin sevgisinə hücum eləməkdir. Zəng eləmək, pis sözlər demək, şantaj eləmək və s. Bu zaman siz nə edirsiniz? Ərinizi özünüzdən uzaqlaşdırıb o qızla yaxın edirsiniz. Bəlkə o qızla o qədər yaxın deyil, necə ki siz onları yaxınlaşdırdınız bir-birinə. Bu necə baş verir? Siz hücum eləyəndə kişi avtomatik olaraq onu qorumağa başlayır. Çünki onun günahından olur axı. Və onun fikrində bir biz yaranır. Yəni biz nəsə birlikdə bir günah eləmişdik, bizi tutdular, günahımızın üstü açıldı və indi bizə hücum edirlər. Nə eləmək lazımdır? Biz qorunmalıyıq. Və siz nə üçbucaq yaranır? Ana və iki dəcəl uşaq nəsə bir orada oyun çıxardırdı, ana tutdu və ana indi onu cəzalandıracaq. Bax, burada ana obrazı sizsiz. Onlar ikisi burada birləşir, sizdən qorunur. Sizin onu tutacağınızdan, cəzalandıracağınızdan qorunur. Bax, ən böyük səhv budur. Ona görə də heç bir halda yadınızda saxlayın, qıza hücuma keçmək lazım deyil. Yəni, nə işiniz var ərinizlə olsun, qıza hücum eləmək lazım deyil. Hücum eləməklə siz qızla onun arasını daha da yaxınlaşdırırsınız, daha çox yaxınlaşdırırsınız.